Salam hörmətli izləyicilər, xoş gördük sizi Sahiyanə Mətbəx kanalında. Bugün biz sizinlə özbək plovu bişirəcəyik. Bunun üçün bizə nə lazımdır? 4 ədəd aypara formasında gördüyünüz kimi formada doğranmış soğan, 2 ədəd böyük ölçülü markov, o da gördüyünüz kimi bu formada hamısı doğranıbdır və təxminən 200 qram, 150 qram çəkilmiş malati, xırda doğranmış da ola bilər, çəkilmiş də ola bilər. Və bir ədəd belə baş sarımsaq lazımdır və təbii ki 2 stəkana yaxın uzun düyü lazımdır. Əvvəlcə soğanımızı qazanımıza töküb yağda qovururuq. Gördüyünüz kimi təxminən 1 xörək qaşığından artıq 2 xörək qaşığına yaxın kərə yağı əlavə etmişik və soğanımızı qovururuq. Gördüyünüz kimi soğanımız artıq yavaş-yavaş qovrulur. Biraz da ətimizi əlavə edəcəyik içərisinə, ətimiz də qovrulsun. Ətimizlə də biraz qovrulduqdan sonra isə ən sonunda markovu əlavə edəcəyik. Gördüyünüz kimi ətimiz və soğanımız da artıq qovruldu. İndi isə markovumuzu əlavə edirik. Biraz da markovumuzla qovrulduqdan sonra düyümüzü əlavə edəcəyik. Gördüyünüz kimi markovumuz da artıq qovrulduqdan sonra düyümüzü əlavə edirik. Bəli, düyümüzü əlavə edirik. İndi isə üzərinə qaynar su əlavə edirik. Suyumuz üzərinə çıxarırıq. Bax, bu qədər su bəs edir. Gördüyünüz kimi əlavə etdik. Və bir ədəd baş sarımsağımızı bax, gördüyünüz kimi bu formada ortasına batırıq düyünün. Ən sonunda isə duzumuzu və sarı kök əlavə edirik. Və ağzını örtürük. Normal xodda, yəni lap çox aşağı yox, normal xodda qoyuruq, yavaş-yavaş qaynayır. Bu qədər əziz izləyicilər, gördüyünüz kimi artıq özbək plovumuz hazırdır. Gördüyünüz kimi tamam yaxşı pişib, suyu təmiz çəkilib. Və biraz belə qaldıqdan sonra, yəni düyü dəm aldıqdan sonra servis edə bilərik. Bu qədər əziz izləyicilər, bugün sizinlə özbək plovunu hazırladıq. Videomuzu bəyəndiyinizsə like edin, kanalımıza abunə olmağı unutmayın. Biz də çalışacağıq ki, hər dəfə yeni videolarla sizin görüşünüzə gələk. Hələlik.